Heç düşündünüzmü ki, yaşlı valideyninizə ya da nənə-babanıza canı sıxılmasın deyə bir robot dost alasınız? Sizcə bu qayğı göstərməkdir, yoxsa əsl insan ünsiyyətindən, necə deyim, yayınmaqdır? Bəlkə də süni intellekt əslində yaşlı nəslin həyatını yaxşılaşdırmaq əvəzinə onları daha da təkluda qoyur. 1 və 0-a xoş gəlmisiniz. Bugün bizə göndərdiyiniz mənbələr əsasında, yəni tədqiqatlar, məqalələr, hətta onlayn müzakirələr var. Süni intellektin yaşlı insanların həyatına təsirini dərindən araşdıracağıq. Məqsədimiz nədir? Bu texnologiyanın verə biləcəyi dəstəyi, imkanları, amma eyni zamanda da yaratdığı çətinlikləri, etik sualları anlamaq. Gəlin başlayaq. Baxın, mənbələrdə replika, çay kimi süni intellekt yoldaşlarından danışılır. Harvard Biznes Məktəbinin araşdırması deyir ki, bunlar tənhalığı azaldır. Bu necə işləyir axı? Onlar doğrudan yoldaşlıq edə bilir? Hə, bu çox maraqlı sualdır doğrudan da. Baxın, bu tətbiqlər əslində, yəni real hisslər keçirmir, mümkün deyil. Onlar təbii dilemmalı deyilən bir texnologiya istifadə edir. Yəni, insan dilini başa düşən və ona oxşar cavablar yaradan alqoritmlərdir bunlar. Beləliklə, sanki empatiya göstərir, anlayışlıdır kimi bir təəssürat yaradılar. Hətta məsələn, necəsən deyib söhbətə də başlaya bilirlər və Harvard araşdırması da göstərir ki, bu çox böyük bir sahədir artıq. 2032-ci ilə qədər bazar həcminin deməli 1,3 trilyon dollara çaçacağı deyilir. Vay canına, 1,3 trilyon. Bu ağlasığmaz rəqəmdir. Deməli, buna çox böyük tələbat var. Mənbələrdə hətta o da qeyd olunur ki, bəzi istifadəçilər, məsələn, replika istifadəçilərinin az qala yarısı bu platformalarla romantik münasibət qurur. Bu biraz qəribə gəlir qulağa. Kodla romantik bağ qurmaq? Bəli, bu onu göstərir ki, texnologiyanın sosial təsirləri nə qədər dərinə gedə bilir. Amma süni intellektin faydaları təkcə, necə deyim, emosional dəstəklə bitmir əlbəttə. Mənbələrinizdə göstərilən o praktiki tətbiqlər də çox önəmlidir. Doğrudur. Məsələn, SNF Metrics və NHS England məlumatlarına baxsaq, Böyük Britaniyada Jera şirkətinin təcrübəsi var. Onların süni intellekt proqramı yıxılmaları, qış xəstəliklərini əvvəlcədən təxmin edirmiş və xəstəxanaya yerləşdirmələri 70%-ə qədər azaldıb. 70%? Bu çox təsirlidir. Bəs bunun arxasındakı texnologiya nədir? Necə işləyir bu sistem? Əsas mexanizm deməli real zamanlı monitorinq və proqnozlaşdırıcı analitikadır. Yəni Kaman araşdırmasında da bu vurğulanır. Süni intellekt, məsələn, taxıla bilən cihazlardan və ya başqa mənbələrdən gələn sağlamlıq datalarını təhlil edir. Risk varsa bunu erkən aşkarlayır və dərhal səhiyyə işçilərinə xəbər verir. Bu da nəticədə vaxtında müdaxiləyə imkan yaradır, yaşlıların daha uzun müddət müstəqil yaşamasına kömək edir, evdə fərdi qayğı almasını təmin edir, hətta gündəlik işlərdə kömək edən, yoldaşlıq edən sosial robotlar da artıq var. Çox yaxşı səslənir, amma mənbələrdə başqa bir narahatlıq da var, rəqəmsal yaşizm. PMC-dəki araşdırma deyir ki, süni intellekt sistemləri bəzən cəmiyyətdəki o yaşa görə qərəzli münasibətləri təkrarlayır, hətta gücləndirir. Bu ciddi problemdir məncə. Necə yaranır bu qərəzlilik? Bunun bir neçə səbəbi var əslində. Birincisi məlumat problemidir. Yəni, süni intellekti öyrətmək üçün istifadə olunan datalarda yaşlı insanlar ya az təmsil olunur, ya da mövcud məlumatlar özü stereotipləri əks etdirir. Məsələn, güya yaşlılar bacarıqsızdır, texnologiyadan ucaqdır kimi fikirlər. İkincisi də o PMC məqaləsində deyildiyi kimi, bir çox süni intellekt etik çərçivələrində yaşizm faktoru ümumiyyətlə nəzərə alınmır. Həm də şirkətlər öz alqoritmlərini çox vaxt gizli saxlayır. Bu da şəffaflığı azaldır, qərəzliliyi tapmağı çətinləşdirir. Nəticədə nə olur? Səhiyyədə riskləri səhv qiymətləndirən ya da işə qəbulda yaşlı namizədləri kənarda qoyan alqoritmlər ortaya çıxa bilir. Bu həqiqətən də düşündürücüdür. Yaxşı, bəs yaşlıların özləri necə baxır bütün bunlara? Reddit müzakirələrindən görünür ki, xeyli şübhə var axı. İş yerlərinin itirilməsi, məxfilik məsələləri, süni intellektin səhv məlumat verməsi, belə narahatlıqlar var. Hətta bəziləri deyir ki, kiməsə süni intellekt yoldaşa hədiyyə eləmək, elə bil deməkdir ki, sənə baş çəkməyə vaxtım yoxdur.
Bu tərəddüdlər nə qədər doğrudur sizcə? Baxın, bu narahatlıqların çoxu əsaslıdır və həm texnologiyanın öz məhdudiyyətlərini göstərir, həm də insan ünsiyyətinin nə qədər vacib olduğunu. Süni intellekt səhv edə bilər, əlbəttə. Məlumatların məxfiliyi həmişə bir riskdir və heç bir texnologiya əsl insan əlaqəsini, o istiliyi tam əvəz edə bilməz. Bu dəqiqdir. Amma Reddit müzakirələrində də var idi, bəzi istifadəçilər süni intellekti konkret işlər üçün faydalı görür. Məsələn, resept tapmaq, nəsə məlumat axtarmaq kimi. Yəni, yanaşma heç də bir mənalı deyil. Bütün bu məlumatları, fikirləri nəzərə alsaq, ümumi nəticə nədir? Nə deyə bilərik? Məncə, mənbələrinizdən çıxan əsas fikir budur. Süni intellekt yaşlılara kömək etmək üçün çox böyük potensiala malikdir. Tənhalığı azaltmaq, sağlamlığı proaktiv idarə etmək, müstəqilliyi artırmaq, bunlar hamısı mümkündür. Amma bu güclü vasitənin tətbiqi çox diqqət tələb edir, böyük məsuliyyət tələb edir. Mütləq rəqəmsal yaşizmlə mübarizə aparmaq lazımdır, etik prinsipləri qorumaq lazımdır, insan əlaqələrinin dəyərini unutmamaq və ən əsası, yaşlıları bu texnologiyaların hazırlanması prosesinə cəlb etmək şərtdir. Onların fikri alınmalıdır. Unutmayaq ki, süni intellekt sadəcə bir alətdir. Onun təsiri bizim onun necə istifadə etməyimizdən asılı olacaq. Beləliklə gördüyünüz kimi, bu texnologiyanın sizin və yaxınlarınızın həyatına təsiri həqiqətən çox şaxəlidir. Həm böyük imkanlar var, həm də ciddi suallar, cavablandırılmalı suallar. Bəli, tamamilə doğru. Və bəlkə də o praktiki yardımdan da kənara çıxıb düşünməliyik. Süni intellektlə bu qədər geniş yayılmış gündəlik qarşılıqlı əlaqə bizim yaşlanma anlayışımızı kökündən necə dəyişə bilər? Yaxşılığa doğru dəyişəcək, yoxsa pisliyə? Bu texnologiya mövcud stereotipləri dağıdacaq, yoxsa onları yeni, fərqli formalarda daha da möhkəmləndirəcək? Bax, bu, gələcəyə dair çox vacib, açıq qalan bir sualdır. Üzərində düşünməyə dəyər.